Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vessalamu etemmanil ekmelani ala eşrefil enbiyai vel mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Amma ba'd. Möhtərəm müsəlmanlar, bugünkü mövzumuz sələflərin valideyn sevgisi haqqındadır. Sələflərin valideynlərinə etdiyi yaxşılıqlardan bir neçə misallar çəkmək istəyirik. O sələflər ki, onlar bizdən öncə gəlmiş Peyğəmbər sallallahu aleyhi və səlləm, onun sahabələri, tabeinlər və bu yolda gedən bütün ümmətin salih alimləri bizə ibrətdirlər. Onların əməlləri, onların örnəklərindən biz ibrət almalıyıq. Onların bugünkü qeyd etdiyimiz mövzuda sələflərin valideyn sevgisi haqqında bəzi misalları vermək istəyirik ki, bu çox təsirli misallardır. Mən xülasə mövzumuza başlamaq istəyirəm. Əziz müsəlmanlar, birinci misal İyas ibn Muaviyyə rahiməhullahdandır. O, anası öldükdə ağladı. Ondan soruşdular ki, səni ağladan nədir? Dedi, mənim cənnətə sarı açılmış 2 qapım var idi. O qapılardan biri artıq bağlanmışdır. Allahu Akbar, görün, artıq bu şəxs dərk etmişdi ki, valideynə edilən yaxşılıq cənnətə aparan qapılardandır. Digər bir rəvayət Əbu Hanifənin haqqında gəlib. Bu haqda xəbərlərdən deyilir ki, Əbu Hanifənin yaşlı bir anası var idi. Əbu Hanifənin anası bir şey haqqında and içir, sonra isə bu andının hökmünü oğlu Əbu Hanifədən soruşur. Yəni, məlum olduğu kimi Əbu Hanifə ümmətin böyük alimlərindən, fəqihlərindən olub. Əbu Hanifənin, lakin buna baxmayaraq, təbii ki, hər bir övlad anasının gözündə uşaq kimi görünür. Ona görə də Əbu Hanifə oğlundan, Əbu Hanifənin anası oğlu Əbu Hanifədən soruşduğu məsələnin hökmü ilə razılaşmır və deyir ki, mən ancaq Zur'atul Qas adlı şəxsin dediyi ilə qani ola bilərəm. Bu da o dövrdə yaşayan alimlərdən biridir. Əbu Hanifə isə anası ilə birgə Zur'atul Qasın yanına gəlib, soruş ey anam, sənə Küfənin fəqihi cavab verəcək deyə buyurdu. Halbuki o dövrdə Küfənin ən savadlı fəqihi alimi elə Əbu Hanifənin özü idi. Lakin anasını razı salmaq üçün Küfənin ən savadlı adamı sənə cavab verəcək deyə buyurdu. Ey anam dedi. Və sonra dedi, buyur ey anam, soruş, o sənə cavab versin. Anası da öz sualını ondan soruşdu və onun cavabından razı qaldı. Bir başqa rəvayətdə isə Əbu Hanifənin rahiməhullahın tələbəsi Əbu Yusuf demişdir. Əbu Hanifəni anasını minik üzərində Zərin oğlu Ömərin elm məclisinə apardığını gördüm. O, bunu anasının öz sözünü qəbul etməməsindən ehtiyatlandığı üçün edirdi. Görün, Subhanallah, bu böyük alim anasına yaxşılıq etməklə tanınmış, anasına yaxşılıq etməklə nə həddə çatmışdı. Həmçinin, yenə də fikir verin, daha bir misal, böyük alim və anasına yaxşılıq etməklə tanınmış 2 nəfəri başqa bir rəvayətdə qeyd olunur. Muhammed ibn Bəşər əl-Əsləmi demişdir. Mən Küfə şəhərində Mənsur ibn Mu'təmir və Əbu Hanifədən daha çox anasına yaxşılıq edən birini görmədim. Sonra, baxın, İmam İbn Əsakir dövrünün alimlərindən idi. Onu İsfahana dəvət edirlər. Bu da çox mühüm bir görüş idi onun üçün. Lakin o İsfahana müəyyən müddət gecikir gəlişində. O İsfahana gecikir və gəlib çatdıqda isə
Ondan soruşurlar, sənin gedişməyinin səbəbi nə idi? O dedi, anam mənə icazə verməmişdi gəlməyə. İcazə verdikdə isə gəldim. Baxın, qardaşlar, bizdən kim belə edir görəsən? Bizdən kim özünə vacib olan bir səfəri anasının sözünə görə təxir sala bilir? Düşünmək lazımdır bu haqda. Həmçinin Hayva ibn Şureyh, o da müsəlmanların elm əhlindən biri olmuşdur dövründə. Öz elm halqasında, yəni elm məclisində oturar, insanlara elm öyrədərdi. Elə ki, anası gəlib desəydi ki, dur ayağa, toyuqlara arpa ver, o da durar və dərsini tərk edərdi. Allahu akbar. Vallahi ibrət doludur bunların hamısı. Heç bizdən birimiz qalxıb anasının bir buyruğunu bu cür yerinə yetirdi mi? Özümüzə sual verək. Budur sələflərdən böyük ibrət dolu hərəkətlər. İndiki zamanda kiminsə anası dərsini kəssə və yaxud da mühüm bir işinə müdaxilə etsə ki, mənim bu ehtiyacımı gör. Görəsən o insanın ona cavabı necə olardı? Görəsən bu məsələdə sələflərin yolu da gedərdimi? Baxın, valideynə yaxşılıq məsələsində ibrət və bizim üçün nümunəvi bir mənhəc. Başqa bir rəvayətdə Muhammed ibn Munkədir demişdir, qardaşım Ömər gecəni namaz qılaraq keçirdi, mən isə yaşlı anama xidmət edib onun ayaqlarını yudum. Anama xidmət etmək mənim üçün necə də sevimlidir. Heç bir dəfə, qardaşlar, baxın, heç bir dəfə gəlib ananın ürəyini alıb, onu sevindirdinmi? Onu güldürdünmü? Hələ ayaq yumaqdan danışmıram. Ananın ayağını bir dəfə yusan, dünyanın ən xoşbəxti olar, səninlə qürur duyar. İmam Zəhəbi rahiməhullah ümmətin böyük alimlərindən biri. Özü haqqında qeyd etmişdir ki, başına gələn bir hadisəni qeyd edir. O, şeyxlərindən biri ilə bir kitab oxuyur. Sonra o qiraətini, yəni öz şeyxi ilə oxuduğu kitabı tamamlamamışdan öncə şeyxi vəfat edir. Sonra Muhammed əl-Məkin əl-Əsmər adlı bir alimlərdən biri İmam Zəhəbiyə xəbər göndərir ki, bəs gəl, məndə həmin kitabın sənin şeyxindən olan rəvayəti var. İmam Zəhəbi rahiməhullah çox istəyir, ora getsin və onunla görüşsün. Buna baxmayaraq, ora gedə bilmir. Yəni, bu yarımçıq qalmış kitabı tamamlamaq istəyir. Şeyxi artıq dünyasını dəyişib. O insan da bunu çağırır ki, gəl, məndə var o rəvayət. Sonra deyir ki, lakin atam mənə ora getməyə icazə vermirdi. Baxın, böyük alim atasının qarşısında necə ədəblidir. Atası ona icazə vermir ora getməyə. Yenə İmam Zəhəbidən, rahiməhullahdan rəvayət olunur ki, o alimlərdən birinin yanına gedir və onun yanında bir müddət qaldıqdan sonra həmin alimə ondan ayrılmaq istədiyini bildirir. Və belə deyir, atama söz vermişəm və and içmişəm ki, 4 aydan artıq bir səfərdə olmayacam. Qorxuram ki, onun haqqına girim və bununla da onun üzünə ağ olmuş olum. Allahu akbar, baxın, bu böyük İmam Zəhəbi özü Siyar-ı Aləmin Nübələ əsərinin müəllifidir və o əsərində yüzlərlə, minlərlə alim və şəxsiyyətlərin həyatını qeyd etmiş, onların tərcümeyi halını tarixə salmışdır. Amma görəsən, onun özü bilirdimi ki, bir gün onun özü ən böyük yaxşılıq qapılarından biri olan valideynə yaxşılıq, valideynə itaət məsələsində özü tarixə düşəcəkdir. Allahu akbar. Həmçinin, qardaşlar, vallahi bu misallar hamısı düşünülməyə dəyər, ibrətli misallardır ki, bunu özümüzə ibrət götürməliyik. İmam Əhməd Ayşədən, möminlərin anasından rəvayət edir ki, Ayşə radiyallahu anhə dedi, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu, yatdım və yuxuda gördüm ki, cənnətdəyəm.
Bir kəsin Quran oxuduğunu, gözəl Quran oxuduğunu gördüm, eşitdim deyir. Sonra mən soruşdum, bu Quran oxuyan şəxs kimdir? Cavabında deyildi, bu Harisə bin Nu'mandır. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurdu, yaxşılıq belədir, yaxşılıq belədir. Yəni, valideynə yaxşılığı qəsd edirdi. Yəni, onun yaxşılıq, valideyninə etdiyi yaxşılıq Peyğəmbər sallallahu aleyhi ve sellemin onu yuxuda görməyinə səbəb olmuşdu və onun üçün bir müjdəyə səbəb olmuşdu. O öz, yəni Nu'man bin Haris ibn Nu'man, o öz valideynlərinə çox yaxşılıq edirdi. Peyğəmbər sallallahu aleyhi ve sellem Harisə bin Nu'manın sallallahu aleyhi ve sellemin Harisə bin Nu'man haqqında qeyd etdiyi hədisi Şeyx Albani, bu hədisi Buxari, Şeyx Albani bu hədisin Buxari və Müslimin şərtinə uyğun olduğunu deyib, Hafiz ibn Hacar isə bu hədisi İsabədə səhihləşdirmişdir. Lakin bu sahabənin əməli nə olmuşdur ki, bu qədər yüksək bir təsirə səbəb olmuşdur. Onun əməli nə idi görəsən? O anasının əli ilə yedizdirir, anasının saçını başını təmizləyir, anasının sözünü təkrarlamağa qoymazdı. Deməz ki, bir də denən başa düşmədim və s. Dərhal anasının sözünü yerinə yetirməyə çalışardı və anasına müti idi. Bu idi onun əməli sadəcə. Digər bir rəvayətdə Əbu Talibin qızı Ümmü Haninin ağası Əbu Murrə rəvayət edir ki, Əbu Hüreyrə ilə birgə Əqiq vadisində bir yerə getdim. Elə ki, özünə aid, yəni Əbu Hüreyrə radiyallahu anh, özünə aid bir yerə çatdıqda dedi, yəni anası qalan yerə çatanda deyir, Əssəlamu aleyki və rəhmətullahi və bərəkətuh, ey mənim anam. Anası da deyir, və aleykəssəlam və rəhmətullahi və bərəkətuh. Əbu Hüreyrə deyir, məni uşaq ikən böyütdüyün kimi Allah da sənə rəhm etsin. Anası ona dedi, ey oğlum, Allah, sən də böyük vaxtı mənə yaxşılıq etdiyin üçün Allah da səni xeyirlə mükafatlandırsın və səndən razı qalsın. Bu rəvayəti Buxari Ədəbül Mufradda rəvayət edib, Şeyx Albani həsənləşdirib. Baxın, beləcə Əbu Hüreyrə hər dəfə anasının yanına gəldikdə ona salam verir, ona dua edər və anası üzərində olan haqqını və anasının uşaq vaxtı ona baxıb onu böyütməsini, onu tərbiyə etməsini xatırlayardı. Əbu Hüreyrə haqqında Zühri demişdir, Əbu Hüreyrə anası ölməyincə həcc etmədi. Onun yanında olub ona xidmət etmək üçün bunu etmişdi. Digər bir rəvayətdə Hakim rəvayət edir Muhammed ibn Sirindən ki, bir xurma, deməli, Osman radiyallahu anhunun vaxtında xurma ağacının qiyməti bahalaşır. Hətta o qədər bahalaşır ki, 1000 dirhəm qiymətinə satılır. Usama radiyallahu anhu xurma ağacının kökünü, bir xurma ağacının kökünü tən ortasından yarır və onun içindən cummar adlı yeyilən hissəsini çıxardır və aparıb anasına verir. Yəni, xurma ağacı ərəblərdə bilinən şeydir. Xurma ağacının meyvəsi olmadıqda onun kökünün tam ortasında zoğ hissəsi var. Kök tərəfdə yeyilən bir hissə var ki, o yeyilir. Yəni, qida vasitəsidir. Bu da, deməli, Usama radiyallahu anhu xurma ağacının zoğ hissəsindən götürür, o kökün hissəsində olan, ona ərəblər cummar deyirlər. Cummar hissəsini götürür və aparır anasına, yəni qida olaraq verir. Ondan soruşurlar, görürsən ki, xurma ağacının qiyməti necə bahalaşıb, sən niyə belə edirsən? Cavabında deyir, bunu anam istəmişdi. Onun istədiyi elə bir şey yoxdur ki, ona verməyə gücüm çatsın və mən onu etməyim. Allahu Akbar.
Görün, salih sələflər valideynlərinə yaxşılığa necə həris idilər. Hətta ən qiymətli şeyləri ata və analarını razı salmaq üçün axtarıb tapardılar. Həmçinin Muhammed ibn Abdurrahman ibn Zinad da anasına yaxşılıq edənlərdən biri idi. Daha doğrusu, atasına yaxşılıq edənlərdən, valideynlərinə yaxşılıq edənlərdən idi. Atası ona desəydi ki, ey Muhammed, o dərhal gəlib atasının alnından öpüb, buyur atacan, nə istəyirsən, deməyincə başqa cavab verməzdi. Hər dəfə atası ona deyəndə, ya Muhammed, ey Məhəmməd, gəl. Ona dərhal gedib atasının alnından öpər, buyur atacan, əmrinə hazıram, əmrinə müntəzirəm, nə istəyirsən atacan, deməyincə başqa söz danışmazdı. Bu oğul atasının heybətindən dərhal onun nə istədiyini soruşmazdı. Əvvəlcə atasına bu cür ehtiram göstərərdi. Baxın. Bu da bir sahabənin anasına olan ehtiramına bənzəyir. Anasının bir sözünü ikinci dəfə təkrarlamağa qoymazdı. Anası gələnin kim olduğunu soruşar, sonra anasının başının üstündə durar, anasının başının üstündə durar və ta anasının bir ehtiyacı olan kimi yəni başının üstündən ayrılmaz, ta anasının ehtiyacını, istədiyi şeyi yerinə yetirdikdən sonra öz işinin dalınca gedərdi. Yəni, anasından izin alıb gedərdi. Başqa bir rəvayətdə Ömər ibn Zərrin oğlu öldükdə deyilir ki, Ömər ibn Zərrin oğlu öldükdə dedi, ey Allahım, yəni öz oğlu haqqında deyir, ey Allahım, mənim haqqım olan şeylərdə etdiyi naqislikləri, mən onun mənim haqqımda olan şeylərdə etdiyi naqislikləri əhv etdim. Sən də onu bağışla. Ey Allahım, onun sənin haqqın olan şeylərdə etdiyi naqislikləri bağışla. Ondan soruşurlar, bu necə övlad olub sənə, necə oğul olubdur ki, sən ona dua edirsən. O belə deyir, mənim getdiyim elə bir səhər vaxtı yox idi ki, o mənim arxamca gəlməsin. Mənim getdiyim elə bir gecə vaxtı yox idi ki, o mənim önümdə gəlməsin. Heç vaxt da mənim altımda olduğum bir yerin damına çıxmadı. Yəni, atası bir evdə olduqda o evin üstünə çıxmazdı, damına çıxmazdı. Bunun kimi Talq ibn Həbib də heç vaxt anasının evdə olduğu vaxt evin üstünə çıxmazdı. Bunu anasına etdiyi hörmətdən, sayğıdan dolayı edərdi. Həmçinin Amir ibn Abdullah ibn Zübeyir demişdir, atam öldü, atam vəfat etdi, mən Allahdan onun əhv olunması üçün bir il dua etdim və Allahdan yalnız onun bağışlanmağını istədim. Yəni, bir il dua edir, özünü unudur, yalnız atası üçün dua edir. Subhanallah, bizdən kim görəsən valideyni üçün sağlığında və ya öləndən sonra bir il demirəm, cəmi bircə ay dua edibdir. Hələ dalbadal olmasın, hər gün olmasın, bir gündən bir və yaxud 2 gündən bir valideyni üçün heç bir ay dua etmirsən, Allah onu hidayət etsin sağlığında. Öldükdən sonra Allah onun günahlarını bağışlasın. Dua etmişikmi? Həmçinin, qardaşlar, Muhammed ibn Sirinin yanına gəlirlər, bir rəvayətdə deyir, Muhammed ibn Sirinin yanına gəlirlər. O, anasının yanında olduğu halda onu görən biri deyir, bu niyə belə olub? Sanki bir şikayəti var, bir dərdi var, üzündə bir dərdi var sanki. Deyirlər, yox, sadəcə o anasının yanında olduğu zaman belə olur. Yəni, o, rahiməhullah, anasına olan təvazökarlığı və qayğısından dolayı xəstə kimi görünürdü. Hüzeyl ibn Hafsa yayda odun yığar və onun qabığını soyardı.
odun qabıqsız halda daha faydalı olur. Yəni onun tüstüsündənmi, yəni zərər verməməsi deyə və yaxud daha közü daha çox qalsın deyə. Bunu yayda odun yığar, Huzeyl ibn Hafsa, yayda odun yığar, onu qışa saxlayardı ki, qışda gəldikdə, qışın soyuğunda anası bununla isinsin. Yəni, bu cür misallar çoxdur, qardaşlar, ibrətamiz misallar. Sonda Musa aleyhissalamdan bir İsrailiyyat rəvayətində gəlir ki, Musa aleyhissalam bir gün dua edir ki, Ya Rab, mənim cənnətdə olan dostumu mənə göstər. Və dua etdikdən sonra yəni Allahdan agah olur ki, qarşından keçdiyin ilk insan həmin sənin dostundur. Cənnətdə sənin dostun olacaq. Və Musa aleyhissalam dua etdikdən sonra görür ki, qarşısından bir gənc keçdi və təəccüblənir ki, görəsən bu nə əməl edir ki, cənnətdə mənim dostum olacaq. Və onun arxasınca gedir, görür ki, oğlan getdi bir köhnə bir daxmaya girdi və onu izləyir. Görür ki, daxmanın içərisində bir yaşlı qadın var və bu gənc oğlan onun yanına gəlib, ona yemək verir, onun altını təmizləyir, üstünü başını təmizləyir, onunla biraz yemək dizdirdikdən sonra biraz deyir, onu güldürür, ürəyini aldıqdan sonra çıxır gedir. Sonra Musa aleyhissalam ona yaxınlaşır və deyir ki, ey gənc, bu yaşlı qadın kimdir belə? Həmin gənc deyir ki, fəxrlə deyir ki, bu mənim anamdır. Və Musa aleyhissalam orada başa düşür ki, bunun etdiyi əməl necə əzəmətli bir əməldir ki, onun cənnətdə dostu olmasına səbəb olacaqdır. Bunun kimi misallar çoxdur, əziz qardaşlar. Allahdan istəyirəm ki, bizim üçün bu valideynlərimizə edəcəyimiz yaxşılıqları asanlaşdırsın. Onların sağlığında və onların ölümündən sonra onlara sağlığında, onlara dua etməklə, onlara əlimizdən gələn köməyi etməklə dəstək göstərək, onlara qayğı göstərək, ürəklərini alaq. Valideynlər öldükdən sonra da onlara dua edək. Hər birimiz, kiminin valideyni sağdır, kiminin valideyni dünyadan keçmişdir. Yəni, sələflərin mənhəzinə uyğun onların getdiyi yolla valideynlərimizlə gözəl şəkildə davranaq ki, hətta Peyğəmbər s.ə.v hədislərindən birində buyurduğu kimi, burnu valideynləri sağ olub cənnəti qazanmayanın burnu yerlə sürtülsün hədisinə daxil olmayaq. Valideynə xidmətdə böyük əcrlər var və faydalar vardır. Valideynə xidmət etmək Allaha və onun rəsuluna itaətdir. Valideynə xidmət etmək insanın ömrünün və ruzisinin bərəkətli olmasına səbəbdir. Bu yaxşılıq insanın öz övladlarının da özünə yaxşılıq etməsinin səbəblərindəndir. Həmçinin bu əməl duanın qəbul olunma səbəblərindəndir. Necə ki, Veysəl Qaraninin hekayəsi də buna dəlildir. Bizdən hər biri izzətli olmaq istəyir. Hər kəs ümmətin ucalmasını istəyir. Məgər biz bu böyük insan kimi, yəni Veysəl Qarani kimi anamızın qədrini uca tuta bildikmi? Baxın, Peyğəmbər sallallahu aleyhi və səlləm yer üzünə gəlmiş ən fəzilətli insanı, Peyğəmbəri görmək üçün, sallallahu aleyhi və səlləmi, görmək üçün alışıb yanırdı. Amma bir yaşlı anası var idi, onu qoyub gələ bilmirdi. Allah da onu ucaldır. Elə bir mərtəbəyə ucaldır ki, yüzlərlə, milyonlarla insanlara bu nəsib olmur, bu mərtəbə. Görürsən, kimsə anasını aldadır, harasa gedir. Qardaş, vallahi, anan sənə ehtiyaclı olduğu, sənin qayğına ehtiyacı olduğu halda heç hara getmə. Allah elə insanları ucaltmışdı ki, onlar Qurana, sünnəyə əməl edir və valideynlərinin də qədrini bilir, onları layiqincə xidmət edirdilər. Budur sələflərin bizə olan nümunələri. Biz bunlara əməl etmədən, yaxşılıq qapılarından faydalanmadan, xeyir mövsümlərindən faydalanmadan sələflərin yolu ilə getmiş olmayacaq. Valideynlərimizi gözü yaşlı qoyduğumuz halda Allah bizi uzatmayacaq, bizə izzət verməyəcəkdir.
Ona görə də, əziz qardaşlar, əziz müsəlmanlar, hər birimiz çalışmalıyıq ki, etdiyimiz əməl Qurana və sünnəyə uyğun olsun və Peyğəmbərin yoluna müvafiq olsun ki, əməlimiz qəbul olsun. Və sonda Allah Subhanahu taala'dan bizim valideynlərimizi bağışlamasını istəyirəm. Allah Subhanahu taala'dan bizi sələflər kimi valideynlərinə diqqət göstərənlərdən, onların qədirlərini bilənlərdən etməsini istəyirəm. Və uca Allahdan istəyirəm ki, bizi də bu böyük xeyir qapısından məhrum etməsin. Necə ki, Peyğəmbər sallallahu əleyhi və səlləm valideynləri vasitəsilə cənnəti qazanan sahabələrə işarə etmişdir. Və biz də bu böyük xeyirdən məhrum olmayaq, valideynlərimizə diqqət göstərək. Və axiru da'vana anilhamdülillahi rabbil alamin. Və sallallahu ala nəbiyyina Muhammed və ala alihi və ashabihi əcma'in.